şərəfinin yandırılıb külə döndərilməsi deməkdir. Biz Fars ilə heç bir aldadıcı sövdələşməyə, danışığa, ittifaqa gedə bilmərik. Biz danışığı öz millətimizlə aparmalıyıq. Bizim sözümüz, söhbətimiz öz millətimizlə olmalıdır. Öz soydaşlarımızla bu sövdələşmələri aparmalıyıq. Onların gücünü səfərbərliyə alınmalıyıq. Azərbaycanlıların öz gücündən istifadə edib mübarizəyə qoşulmaq lazımdır. Axı Azərbaycan xalqının böyük gücü var. Tək Tehranda elə 8-9 milyon Azərbaycan türkü yaşayır. Güney Azərbaycan nəhəng bir xalqdır. Bütün İranda 40 milyona yaxın onun sayı var. Bu 40 milyon xalq ilə dağı yerindən oynatmaq olar. Heç bir rejim, heç bir bu və ya başqa terörist dəstə 40 milyonluq xalqın qarşısına dura bilməz. Amma xalq bədbinləşməməlidir. Xalqa nur, işıq vermək lazımdır. Onun çalışmaq lazımdır ki, xalq bədbinləşməsin. Əslində onda nikbin duyğular, hisslər oyatmaq lazımdır. Xalqı bədbinləşdirmək, xalqı mübarizədən çəkindirmək, onu qul, kölə həyatına sövq etmək deməkdir. Bu məsələ, bu mövzularda sizin televiziyada gedən verilişləri mən çox diqqətlə izləyir və bu verilişləri xüsusilə mən çox bəyənirəm. Bir də televiziyada mən görürəm ki, bəzi çıxış eləyənlər özlərini, tanıdığım adamlar var, siyasətçilər, özlərini çox qorxaq, miskin aparır. Qardaş, mıs deyincə bir dəfə Mustafa de. Nə daxı nalamuğa vurursan, deyirsən ki, bilmirəm, İranda biz federal İranda yaşamalıyıq, yaxud muxtariyyət qurmalıyıq. Nə? Bunun dilindən gəlmir ki, bizə bugün Güney Azərbaycanı üçün muxtariyyət lazım deyil. Federal İran məsələsi yağışdan çıxıb yağmura düşmək deməkdir. Fars ilə bir yerdə biz yaşaya bilmərik. Bir bayraq altında bizim yaşamağımız, hakimiyyət sürməyimiz qeyri-mümkün bir məsələdir. Bunu bütün 100 ilin tarixi açıq, aşkar şəkildə göstərir. Ona görə biz federal İran deyəndə mən o adamlara üzümüz bugün tutub deyirəm ki, federal İrandan əl çək. Bu Azərbaycan xalqını yenidən aldatmaq deməkdir. Aldatma qardaş bu xalqını. Kifayətdir. Utan, xəcalət çək. Və yaxud da ki, muxtariyyət. Nə muxtariyyətin söhbət edə bilər? 40 milyonluq bir xalqa muxtariyyət yaraşırmı? 40 milyonluq xalqa muxtariyyət yaraşmır. 40 milyonluq xalqa müstəqillik yaraşır. Bu xalq öz dövlətini qurmalıdır. Öz varlığını bütün dünyaya nümayiş etdirməlidir. Muxtariyyət nədir axı? Dünyanın heç bir xalqı muxtariyyət istəmir. 500 nəfər Çeçen Rus imperiyasını başına belalar açtı. Ama 40 milyonluq xalq orada çox yazıq, miskin, kölə bir həyatı keçirir. Qorxudan cıngırını çıxartmır. İnsan qorxaq olmamalıdır. Qorxaqlıq Türk'e yaraşmır. Türk mübariz olmalıdır. Türk dünyada böyük dünyanın 3 qitəsində böyük imperiyalar yaradıb. Mən demirəm ki, bugün biz imperiya yaradaq. Xeyr. Mən imperiya yaratmanın tərəfdarı deyiləm. Artıq Səfəvlər imperiyasının, Qacarlar, Əfşarlar imperiyası tarixin arxivinə verilib. Bizə lazımdır fəqət öz torpağımız. İran torpağı bizə lazım deyil. Həmədandan Dərbəndə, Xəzər dənizindən Anadoluya qədər olan, Kərkükə qədər olan torpaq bizimkidir. Bizim tarixi vətənimizdir. Biz bax, sərhəddimizi belə qurmalıyıq. Bizə ümumi İran lazım deyil. Kim ki bugün ümumi İran xülyası ilə yaşayır, o bədbaxtdır. O öz xalqının talihini düşünmür. Xalqın gələcək xoşbaxtlik, saadət mənbəyini dərk edə bilmir. Sən nə üçün axı ümumi İran haqqında düşünürsən? Çoxu da belə deyir ki, İran elə bizimdir, onlar türkləşib. Canım, belə xülyalarla, boş, mənasız fikirlərlə özünüzə təskinlik verməyin. Çoxu da deyir ki, federal İran qurulacaq. Federal İran qurmaq elə bir şurəvinin yenidən diriltmək deməkdir. Yenidən İranda bir şurəvi dövləti qurmaq deməkdir. Biz bu şurəvi dövlətin nə qədər alçaq, rəzil bir dövlət olduğunu görmüşük.
Amma buna baxmayaraq, bu şuravi dövləti də indiki mollar rejimindən, İran rejimindən qat-qat mütərəqqi idi. Biz 70 il ərzində bu şuravi dövlətində ana dilində təhsil almışıq. Öz kitablarımızı ana dilində yazmışıq. Bizim təhsil hüququmuz olub. Bizim müstəqil milli radyomuz, televiziyamız fəaliyyət göstərib. Biz öz tariximizi, ədəbiyyatımızı, dilimizi öyrənmişik. Bizə heç bir maneçilik törədilməyib. Amma buna baxmayaraq biz bundan razılaşmırdıq. Əgər bugün 8 milyonluq Quzey Azərbaycan xalqı ayaq üstə durub öz müstəqilliyini qazanıbsa, 40 milyonluq Güneyli türklərin öz müstəqilliyini qazanmaması milli faciədir, bədbəxtlikdir. Bu millətin ən böyük faciəsidir. Mən bugün görürəm ki, Güney Azərbaycan türklərinin zəkası, idraki günü-gündən oyanır. Xalq özünü dərk etməyə doğru gedir. Bu artıq yeni bir xalqımızın tarixində yeni bir hadisədir. Yeni bir mərhələdir. Bu yeni bir intibah, oyanış mərhələsidir. Bu oyanış, intibah mərhələsinin gücündən biz istifadə eləməyi bacarmalıyıq. Sonradan bu intibah boğula bilər. Ayıq-sayıq olmalıyıq. Və eyni zamanda burada biz həm öz xalqımızın gücündən, həm də eyni zamanda beynəlxalq təşkilatların gücündən, beynəlxalq müxtəlif demokratik dövlətlərin gücündən istifadə eləməyi bacarmalıyıq. Biz dünyanın demokratik dövlətləri ilə əlaqə qurmalıyıq. Amerika Birləşmiş Ştatları, Qərbi Avropa ölkələri demokratik ölkələrdir. Məsələ bundadır ki, deyərlər ki, ağlamayan uşağa süd verməzlər. Sən təşəbbüsdə bulunmalısan, təşəbbüs göstərməlisən. Amerika ilə, Qərb ilə əlaqələrini yeni bir şəraitdə, yeni bir formada, yeni bir yöndə istiqamətdə qurmağı bacarmalısan. Amerikadan qorxub çəkinmək lazım deyil. Amerika ilə dil tapmaq lazımdır. Ermənilər, elə bilirsiniz ki, Qarabağı ermənilər mi almışdır? Ermənilər almamışdır. Qarabağı, Xocalı hadisəsini Rus ordusu törətmişdir. Əgər Rus ordusundan, böyük nəhəng Rusiyadan erməni istifadə etməyi bacarırsa, biz nə üçün Rusiyadan və yaxud da Qərbi Avropa ölkələrindən, nə üçün biz Amerika Birləşmiş Ştatlarından istifadə eləyə bilməyək? Biz onlarla əlaqələrimizi yeni bir formada, yeni bir şəkildə qurmağı bacarmalıyıq. Amerikanın bizə dəstəyini qazanmalıyıq. Bax, bu qazanmaq üçün dəridən qabıqdan çıxmalıyıq. Müəyyən böyük təbliğat işləri aparmalıyıq. Azərbaycan diasporası Amerika